özü dedi ki, biz hiç bilmirdik ki bu Simaq şeydə kimdir. Sən də mən soruşdum ki, bu nə adlı, bu nə soy adlı? Mənə dedilər ki, bəs Simaq müəllim dağ yahudisidir. Heç kim bilmirdi ki, o çünki o qədər səlis Azərbaycan dilində danışır ki, ümumiyyətlə bizim ailədə biz hamımız Azərbaycan dilində danışmışıq, çalışmışıq ki, bədii dildə danışaq. Sonra nə dediniz? Yubileylərində də tərtib olunurdu, onun da bilmirəm, orada bəziləri elə bir 70 illik göstərdiniz. Belə, nə deyim, valla, ömrünün axırına can elə Azərbaycan, məndə telefonumda var. Dedi ki, Bakı olsun, Gəncə olsun, sonra deyir Kirabat köyünə adı. Bir də Oğuz, çünki Oğuzda doğulub bu adam, 4 yaşında can Oğuzda yaşayıb. Sonra ailəmiz köçüb Gəncə şəhərinə, o vaxt, indi nə tərk edirlər? O vaxtda da elə olub, hər bir tərəfə üst tutub gedib, bizim ailə də Gəncə şəhərinə gəlib. Deyir, bircə dəfə gedə bilsəydi. Hətta Simaxı tanıyan burada yaxın adamlar var ki, hansı ki, WhatsApp-dan da danışırdılar ondan. Yəni, biz tərəfi, şair, yazıcı, onu demək istəmirəm, adi insanlar. Onlar hətta onunla danışanda deyirlər, sən bircə təyyarəyə min gəl, biz burada səni belimizdə gətirərik. Yəni, o qədər onun xətrini istəyirlər. Çünki sadə bir insan idi, həm təvazükar olur, həm sadə olur, həm də vətənini, elini sevən bir insan olur. Ona görə də mən bacısı özümə borc bilirəm ki, onun bütün tədbirlərində gedim bu yaşımda, 80 yaşım var, 80-ın içində bu yaşımda gedim, onu oxuculara təqdim edeyim. Ola bilsin ki, hamı tanımır, çünki o 30 ildir yaşamayıb burada. O burada yaşasaydı doğrudan da onu hamı tanıyardı, balacadan tutmuş ilkəyəcə. Burada yaşamayıb, ona görə də özümə borc bilirəm ki, belə Azərbaycanın rayonlarını qarış-qarış gəzir. Bir də yadımdan çıxıb, Moskvada dedim bəyəkləri deməsə, Moskvada şairini keçirdilər, ayın 14-də, hətta elan da vermişdilər, elan da var idi. Orada mənim qohumlarım, yəni Simaq oğlu, mənim o biri qardaşımın qızı orada yaşayır. Amma Simaq müəllimin oğlu Almaniyadan gəldi, o reklamı oxuyandan sonra gəldilər. Orada yaşayan şairlər, yazıcılar Azərbaycanda, hətta Simaxın bəzi şeyləri rus dilində də çap olunur qəzetlərdə. Yəni, onlar da danışdılar Simaq haqqında. Simaq müəllim yubileyi